Salam, hörmətli abituriyentlər. Bugün Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsi haqqında danışacağıq. 1514-1555-ci illəri əhatə eləyir. Müharibənin səbəbləri nə idi? Osmanlıların öz sərhədlərini Şərq Anadoluya doğru genişləndirmək istəməsi, həmçinin Osmanlının Azərbaycandan keçən ticarət yollarının nəzarəti tam ələ keçirmək istəyi və Səfəvilərin Azərbaycan və Şərq Anadoluda öz mövqelərini möhkəmləndirmək istəməsi idi. Müharibədən əvvəl hər iki tərəf tədbirlər görür, müharibəyə hazırlaşır. Şah İsmail Roma papası Venesiya və Portuqaliya ilə əlaqə yaradır. Portuqaliyalıları İran körfəzinə buraxır ki, onlar da odlu silah verəcəklər, amma vermirlər. Sultan Səlim isə Macarıstan və Venesiya ilə sülh müqavilələri imzalayır və üləmalara, yəni din alimlərinə göstəriş, tapşırıq verir ki, onlar Səfəvilərin artıq dindən çıxmış olduğunu elan etsinlər və bu müharibəni müqəddəs müharibə, cihad elan eləsinlər. Onlar da təbii ki, Sultan Səlimin qorxusundan bunu eləyirlər. Tərəflər arasında ilk döyüş 1514-cü ildə baş verir, Çaldıran döyüşü və bu döyüşdə say üstünlüyü səbəbilə və odlu silahlara malik olduğu üçün Osmanlılar Səfəviləri məğlub eləyərək Təbrizə daxil olurlar. Lakin Sultan Səlim İsmailin pusqusundan ehtiyat edərək qorxurdu ki, Təbrizdə mühasirəyə düşə bilər. Çox qalmır Təbrizdə və Təbrizi tərk edir. Yəni bu döyüşlə, Çaldıran döyüşü ilə artıq Səfəvi-Osmanlı müharibələri başlayır. Və Sultan Səlim və İsmailin dövründə başlayan müharibə, ataların dövründə başlayan müharibə oğulların dövründə davam edir. 1534-cü ilə gəldiyimiz zaman Osmanlıda Sultan Süleymanın taxt olduğunu görürük. Azərbaycan Səfəvilər dövlətində isə Təhmasib taxtadır. Söhbət birinci Təhmasibdən gedir təbii ki. Və Süleymanın bu dövrdə 4 dənə yürüşü var. 4 yürüşü var. Bizim əsas işimiz bu yürüşləri illərini əzbərləməkdir birinci növbədə. 1534, 1535, 1548 və 1554. İllərini əzbərlədik. Tamam mı? Bütün yürüşlərdə, baxın, bütün yürüşlərdə Təhmasib yandırılmış torpaq taktikasından istifadə eləyir. Yəni, işarələdiyim bu əraziləri yandırır. Meyvə bağlarını, bostanları, çəmənlikləri yandırır, ağacları yandırır. Göstəriş verir ki, su quyularının içini qumla, daşla doldursunlar ki, Osmanlı qoşunları gəldikləri yollarda nə bir meyvə tapıb yeyə bilsinlər, nə onların atları ot tapsın ki, otlasın, nə də su tapa bilsinlər. Bu öz effektin verir. Osmanlılar aclıq, səfalət və qışın yaxınlaşması səbəbilə demək olar bütün yürüşlərdə Təbrizi tutsalar da geri çəkilirlər. Bu Süleymanın yürüşləri idi. Və bir də diqqət etməli olduğumuz məqam nədir? 1552-ci ildə Təhmasibin əks hücuma keçməsi. Təhmasib əks hücuma keçərək Muşa qədərki əraziləri yandırır, dağıdır. Və nəyə diqqət etməliyik bir də? 1554-cü il Buğurt döyüşündə Səfəvilərin Osmanlıları məğlub etməsini. Müharibənin gedişində Şirvanşahlar dinc dayanmırdı. Ona görə də 1538-ci ildə Təhmasib Şirvanşahlar dövlətinə son qoyur və burada Şirvan bəylərbəyliyi yaradılır. Və qardaşı Əlqas Mirzəni də Şirvan bəylərbəyi təyin eləyir. Baxmayaraq ki, sonra Təhmasibə xəyanət eləyəcək Əlqas Mirzə, ona qarşı qiyam qaldıracaq, məğlub olub Süleymana sığınacaq. 1548-ci il Süleymanın yürüşündə Süleymanın yanında gələcək Səfəvilərin üstünə. Və müharibə 1555-ci ildə bitir, yekunlaşır. Demək olar, hər səfərində Osmanlılar Təbrizi tuturlar. 1555-ci ildə isə tərəflər arasında Amasya sülh müqaviləsi imzalanır. Amasya müqaviləsinin şərtlərinə əsasən Səfəvilər bütün Azərbaycanı və Şərqi Gürcüstanı öz əllərində saxlayırlar. Qərbi Gürcüstan isə Bağdad daxil olmaqla Ərəb İraqı isə Osmanlılara verilir. Bununla da Səfəvi-Osmanlı müharibələrinin
birinci mərhələsi başa çatır və bundan sonra paytaxt Təbrizdən Qəzvinə köçürülür 1555-ci ildə. Çünki Təbriz Osmanlılara çox yaxın idi və hər dəfə Osmanlılar hücum edəndə Təbrizi tuturdular. Ona görə Təhmasib paytaxtı 1555-də köçürəcək Qəzvinə. Belə, hörmətli abituriyentlər, ümid edirəm ki, video sizin üçün aydın oldu, müəyyən bir təsəvvür yaratdı. İndi isə vəsaitimizdən dərsimizi öyrənək. Hər birinizə zihin açıqlığı və uğurlar arzulayıram. Hələlik.